Salam, hər vaxtınız xeyir olsun. 12 aprel 2026-cı ildə Educom Pentel şirkət tərəfindən keçirilmiş magistratura üzrə 3-cü mövzu sınaq imtahanımızın izahına başlayırıq. Deməli, sınaq əhatə eləyir informatikanın əsas anlayışları, aparat təminatı, proqram təminatı, alqoritmləşdirmə, Windows əməliyyat sistemi və təbii ki, MS Word-ün müəyyən bir hissəsi. Suallarımızın izahına başlayırıq. Birinci sualımız belədir. Xarici yaddaş qurğularına aid olanları müəyyən edin. Demək, xarici yaddaş qurğuları informasiyanı uzun müddət yadda saxlamaq üçün nəzərdə tutulur. Ardıcıl və birbaşa olmaqla iki yerə bölünür iş prinsipinə görə. Burada hard disk və floppy disk birbaşa müraciətli xarici yaddaş qurğularına aiddir. Streamer isə ardıcıl müraciətli xarici yaddaş qurğularına aiddir. Cache, RAM və registr yaddaşlar isə daxili yaddaş qurğuları sayıldığı üçün bu sualda biz onları nəzərə almıyoruz. Deməli, cavabımız 1, 3 və 6-dır, yəni D variantı. 22 nömrəli sual, 37 səhifəyə malik sənəd aşağıdakı seçimlərlə çapa verilərsə neçə A4-ə ehtiyacı var? Birinci növbədə təbii ki, bizim diqqət edəcəyimiz yer bax buradakı setting bölümüdür. Baxırıq ki, 37 səhifəlik sənədin hamısı yox, yalnız cüt səhifələri çap olunacaq. 37-ni 18 və 19-un cəmi kimi göstərə bildiyimiz üçün və cüt səhifə dediyi üçün 18 üzərindən yola davam edirik. Çünki cüt səhifə həmişə belə hallarda az olan səhifələr cüt səhifələr sayılır. Çünki saymağa da biz 1-dən başlayırıq ona görə. İndi davam edək. Demək ki, dedik 18 səhifədir. Davamında diqqət edəcəyimiz məqam buradır. Bir səhifədə neçə səhifə çap olunacaq? Deməli, bir səhifədə 2 səhifə çap olunacaq. Deməli, belə çıxır ki, 18-i növbəti mərhələdə biz 2-yə böləcəyik. Alacağıq 9. Deməli, 9 səhifə lazımdır ki, hərəsində 2, 2, 18 səhifə olsun. Üçüncü mərhələ buradır. Burada one side yazılıb, yəni bir üstü çapdır. Sonuncu mərhələ isə kopya sayı, yəni nüsxə sayıdır. Bu da 9 dəfə 4, 36. Deməli, belə çıxır ki, bu sənədi çap etmək üçün 36 səhifəyə ehtiyacımız var. Bu da 22-ci sualdır. 23 nömrəli sual Word ilə bağlıdır. Aşağıda hansı lent tabından fraqment əks olunmuşdur? Diqqət edirsinizsə, sənədimizə üzlük vərəq əlavə etmək üçün nəzərdə tutulan nümunələrdir bunlar. Üzlük vərəqlərin əlavə olunması bir mənalı olaraq insert lent tabından həyata keçirilir Word-də. Insert lent tabının page lent qrupundan geri gəlmişkən, əyani şəkildə də sizə göstərim. Qeydinizi ala bilərsiniz. Açılır. Insert tabı və page lent qrupunun sözü gedən bölməsidir. Cover page, üzlük vərəq əlavə etmək, title. Növbəti sualımız demək 24-cü sualdır. Uyğunluğu müəyyənləşdirin. Elektron cədvəllərə aiddir. Bizdə Excel, Lotus 1-2-3, SuperCalc, VisiCalc, QuattroPro proqramları elektron cədvələ aiddir ki, dediklərimin içərisindən birə yalnız C uyğun gələcək. Antivirus proqramları Kaspersky, Avast uyğun gəlir. Təqdimat da PowerPoint olan bölmə. Access ilə Oracle verilənlər bazasını idarə etmə sistemini, Linux və Windows isə əməliyyat sistemlərinə uyğun gəlir. Deməli, cavabımız olacaq elə A variantı 1C, 2A, 3B. 24 nömrəli sualımızla, daha doğrusu 25 nömrəli sualımızla davam edirik. Doğru mülahizələri müəyyən edin. Aha, deməli, bu tipli suallarda biz biraz təhlil aparmalıyıq, çünki hesablama əsaslı suallardır. Deməli, doğru mülahizələri soruşur. 31 ədədinin ikili say sistemində yazılışında birlərin sayı 5-ə bərabərdir. Bu doğrudur. Necə olar? 31 ədədini onluqdan 2-yə keçirmək üçün 2-nin müxtəlif qüvvətləri var burada. Məsələn, orada 31-in içərisində 2-dən böyük qüvvəti olan 16 var. Geriyə bizdə 15 qalır. 15-in içərisindən bir 8 çıxar. 7 qalır. 7-dən 4 çıxar. 2 çıxar və 1 çıxar. Qüvvətlərin sayı elə birlərin sayıdır. Gördüyünüz kimi 5 dənə qüvvət var, deməli 5 dənə 1 var. Bir düzgün fikirdir. 2. 16-lığın ən böyük iki rəqəmli ədədi FF-dir. Özü tək ədəddir, çünki
F15 deməkdir. 2 də doğrudur. Deməli, 0-dan F-ə qədər, yəni 0-dan 15-ə qədər ədədlərimiz var. Ən böyük rəqəmli ədədimiz elə FF olacaq. Eyni zamanda tək ədəd sayılır. Çünki bu ədədi onluğa da çevirəndə 255 verir, yenə tək ədəddir. Üçüncü punkta baxırıq. Görək 8-liyin ən kiçik 13 rəqəmli ədədi onluq say sistemində 1 0 0-a bərabərdir. Görək düzdür yoxsa düz deyil. Deməli 8-liyin ən kiçik 3 rəqəmli ədədi rəqəmləri müxtəlif demir bizə. Sadəcə deyir ən kiçik 3 rəqəmli ədəd olsun. Onda bizi 3 rəqəmli ədədlərimizin içərisində bir dənə 1 yerləşdirsək, qalanını 2 qoy, 0 qoysaq, bu bizə kifayət eləyər. Bu ədədi 8-likdən onluğa keçirək. Görək 10 verərmi, 100 verərmi yoxsa verməz. Ədədimizi çevirərkən üzərinə 0, 1, 2 qeyd edirik. 1 vur 8-in kvadratı və qalanları da 0-dır. Deməli, 64 olmalıdır. Burada halbuki 100 yazılıb. Yanlışdır. İkiliyin ən böyük 4 rəqəmli ədədi onluğu da 15-ə bərabərdir. Baxaq görək doğrudurmu? Ən böyük 4 rəqəmli ədəd 1, 2, 3, 4 dənə ədəd olacaq. Ən böyük dediyi üçün 4-ünü də 1 götürəcəyik. Və bu ədəd onluqda 15-ə bərabərdir deyir. Baxaq görək doğrudurmu yoxsa doğru deyilmi? İkilikdən onluğa keçirdərkən yenə öz həmişəki qaydamızdan istifadə edirik. 0, 1, 2 və 3 qeyd etdik. 1 vur 2 üstü 3, 8. 1 vur 2 üstü 2, 4. 1 vur 2 üstü 1, 2. 1 vur 2 0, 1-dir. Cəm həqiqətən də 15-ə bərabər oldu. Artıq düzgün cavabımız əldə olunub, yəni B variantıdır. 65, yəni 5-ci punktda da hər ehtimala qarşı baxaq. 65 ədədinin ikilik yazılışında sıfırların sayı 6-ya bərabərdir deyə qeyd olunub. 65-in içərisindən biz bir dənə 2-nin ən böyük qüvvəti olan 2 üstü 6-nı, yəni 64-ü çıxardacağıq. Geriyə qalır 1, o da 2 üstü 0 deməkdir. Beləliklə 6-dan 0-a qədər dəyərlərimi düzərəmsə 6, 5, 4, 3, 2, 1, 0. 2 üstü 6 və 2 üstü 0-ın mövcud olduğunu nəzərə alırıq. Geriyə də 5 dənə 0 qalır. 5 dənə 0 qalır. Burada isə deyib ki, sıfırların sayı 6-ya bərabərdir. Yanlışdır. Cavabımız isə B variantıymış. 26-cı sualımızdan davam edirik. Aşağıdakı variantların birində də tətbiqi proqram yoxdur. MS-DOS, aha bu tətbiqi deyil, Unix tətbiqi deyil, amma PowerPoint tətbiqidir. Smart elə başdan tətbiqidir, Access-də, Prompt-da. C variantı düzgün cavabdır, çünki Unix əməliyyat sistemi, ScanDisk utilitdir servis proqramlarından, Kaspersky də antiviruslu yenə sistemin servis qoluna aiddir. D variantında Lotus, Prompt, Fox Pro üçü də tətbiqidir. E variantı da burada o hərfi düşməyib. Bunlar üçü də yenə tətbiqi proqramlardır. 27-ci sualımıza baxırıq. Doğru fikirlərin sayını müəyyən edin. Birinci növbədə multiproqram rejimi 3-cü nəsildə olub ilk dəfə. Bu eyni zamanda birdən çox proqramın aktiv olması deməkdir. Alqoritmik dillərdən istifadə, bəli, doğrudur. Xarici yaddaş, Perfokart birinci nəsil doğrudur. Element bazası mikroelektronika integral sxemlərdən ibarət olması bu deməli 3-cü nəsildədir. Çünki 4-cü nəsildə böyük və çox böyük integral sxemlər olmuşdur. Yanlış fikirdir. Element bazasına tranzistorlar, bəli, 2-ci nəsildə mümkün olmuşdur. Cavabımız 2, 3, 5, say olaraq da C variantı 3 fikirdir. 28-ci sual. Bu sualda xırda bir xəta var dostlar. Flash yaddaş yerinə flash kart yazılması lazımdır. Çünki flash yaddaş daxili yaddaşdır. Düzdür, sualın ümumi belə deyək, axışına o qədər təsir göstərmir. Çünki enerjidən asılı olan daxili yaddaşlarımız əməli yaddaş, registr yaddaş, cache yaddaş, bir də video yaddaş deyildi. O burada yoxdur. Birə C-yə götürdüyümüz bir variant var. Amma yenə də kaş ki, flash kart yazılaydı. Mən ona diqqət eləməmişim. Son momentdə gözümdən qaçıb o. Kart kimi qəbul edəriksə 2-yə də B, 3-ə də enerjidən asılı olmayan daxili yaddaş. ROM-un daxilində olduğu üçün bu KMOS-u götürə bilərik. Bir də ROM-un özünü götürə bilərik. Flash yaddaşı da götürə bilərdik. Ayrıca verilsəydi. Demək cavabımız D variantı olacaq. 29-cu sual. Uyğunluğu müəyyən edin. Servis proqramları, diaqnostik proqramlar, WinRAR, WinAce, amma Winamp yox. Bu korluyur. Bu tədbiqli proqramdır musiqi dinləmək üçün. Ona görə 1-ə biz A-yə yox, 1-ə yalnız A deyə bilərik. Artıq cavabımız var əlimizdə. Proqram kompleksləri Clear Case, Compose. Bunlar
mürəkkəb bazaların yaradılması üçündür. Global kompüter şəbəkələri də Eudora, Safari, Outlook. Qaldı ki, TK Solver-lə Simplex bunlar tətbiqi proqramların ümumi, üsul yönlü bölməsinə aiddir. Üsul yönlü, yəni riyazi, iqtisadi, statistik məsələlər üçün. Cavabımız Y variantıdır. Biz 30 nömrəli sualdan davam edirik. Algoritmin icrasından sonra A dəyişəninin son qiyməti nə olacaq? Gəlin baxaq. Sualımızı bu formada səliqəli şəkildə kəsək və baxaq sualımıza cavabına. A'mız 10, B'miz 3'tür. B kiçiyi bərabərdirmi 9-dan? Bəli, çünki 3'tür. Yeni A bərabərdir, istəyirsiniz A2 deyə bilərik. Köhnə A, yəni 10 plus B'nin kvadratı, 3'ün kvadratı 9. A'mız artıq 19'dur. B'miz də, artıq buradayıq biz, öz növbəsində B2 deyək. 3 vahid artır, olur 6. Yenidən şərh blokuna müraciət edirik. 6 9-dan kiçik bərabərdirmi? Bəli. Yeni A bərabərdir. A3 yəni bərabərdir. Sonuncu A, yəni 19 plus B-nin kvadratı. B'miz neçədir? Hal-hazırda 6-dır. 36. Burada da bizə verəcək 55. A'mız artıq 55'dir. B'miz də öz növbəsində 3 vahid artaraq olur 9. Yenidən yuxarı qalxırıq. 9 9-dan kiçikdirmi? Xeyr, amma bərabərdir. Bərabər şərtinə görə bir dəfə də həyə gəlirik. Təzə A bərabərdir, yəni sonuncu artıq son A-yı tapıracaq. Hələ bir dəfə də üstünə 4 gəlməyə lazım olacaq birazdan. A, yəni sonuncu A 55 plus B-nin kvadratı, yəni B-miz də 9-dursa 81. Bu da bizə verəcək 134. B'miz 3 faiz artacaq, olacaq 12. Bu dəfə biz yox qolu ilə gedəcəyik. A-nın son qiyməti olan 134-ün üzərinə, yox 136. 134 dedim, 136. 136-nın üzərinə də 4 gələcək. Alacaq 140. Sonuncu A-mız nəhayətində 140 olacaq. 31 nömrəli sual hansı variantda uyğun olaraq birinci informasiyanı daxil edən dediyi üçün printer, DVD, buradakı DVD yanlışdır. Sonra informasiyanı emal edən prosesor, xaric edən printer, plotter, bura qədər hər şey düzdür. Və informasiyanı yadda saxlayan deyilsə, şübhəsiz ki, DVD-dir. Çünki DVD-ni daxil etmə qurğusudur. Cavabımız olacaq C variantı. 32 nömrəli sualımızı qeyd edirik. Gəlin kəsək bunu. Kilobaytla ifadə edin. Deməli, birinci növbədə bilirik ki, bitimiz var, sonra byte, sonra kilobayt, sonra megabayt. Megabaytdan kilobayta keçmək üçün 2 üstü 10-a vurmaq lazımdır. Yəni 2 üstü 1-i vurmalısan 2 üstü 10-a. Bu da 2 üstü 11 verəcək, yəni 2048. Plus byte'dan da kilobayta 2 üstü 10-a bölmək lazımdır. 3 vurulsun 2 üstü 10'dur bu əslində. Ədəd belə bir ədəddir. 2 üstü 10 ixtisar gedir, qalır geriyə 3. Nəticədə 2051, yəni Y var. 33-cü sual çox maraqlı sualdır və düşünürəm ki, bu sualın qəbula düşmə ehtimalı böyükdür. Diqqətli olun bu sualda. Mübadilə buferi haradır? Mübadilə buferi Windows əməliyyat sistemində Win düyməsi ilə V-ni basanda açılan yerdir ki, orada sonuncu kəsilmiş, kopyalanmış 25 obyekt ola bilər. Amma ofislər daxilində bir mənalı olaraq Homeland tabının Clipboard bölməsində açılır və gördüyünüz kimi bu buferin tərkibini göstərəcək burada. Mübadilə buferində olan fraqmentlərdən bir neçəsi ilə bağlı heç bir əməliyyat mümkün deyil. Məsələn, buferdə 9 dənə element var. Mən o 9 elementin 3-ünü seçib silə bilmərəm. 3-ünü seçib yapışdıra bilmərəm. Necə edə bilərəm? Birini seçib yapışdıraram ya da hamısını birdən yapışdıraram. Birini seçib silərəm ya da hamısını birdən silərəm. Buna icazə verilir. Deməli, bir doğru mülahizə deyil. Bütün elementləri eyni anda yerləşdirmək olar, düzgün fikirdir. Hər birini ayrılıqda, bəli, bu da düzgün fikirdir. Buferdə olan bütün fraqmentləri eyni anda silmək olar, düzgün fikirdir. Birini ayrılıqda silmək olmaz, olar. Bir neçəsindən eyni anda silmək olmaz, bəli, biz demişik, bir neçəsi ilə bağlı heç bir əməliyyat mümkün deyil.
Gəlin siz bunu səyahını da göstərin. Bax, gördüyünüz kimi mübadilə buferini açmışam. Buferi element əlavə etmək üçün ya mən onu kopyalayıram, gedir ora yerləşir, ya da mən onu istəsəm kəsirəm. Yeri gəlmişkən kəsəndə iş sahəsindən də yoxa çıxır. Gördüyünüz kimi artıq burada 3 dənə element var. Biz onları tək-tək yapışdıra, tək-tək silə, hamısını birdən yapışdıra, hamısını birdən silə bilərik. Bir neçəsi ilə bağlı əməliyyat mümkün deyil. 34 nömrəli sualımıza baxaq. Görək bu sualda nə soruşurlar bizdən. Kəsirik sualımızı. Aha. 8 səhifəlik sənədimiz var. Bunun tək və cüt səhifələrini ayırırıqsa, 2-yə bölünən ədəd olduğu üçün 4 səhifəmiz və 4 səhifəmiz. Birinci 4 səhifədə şəkil var. Qalan səhifələrində isə mətn var. Deməli, 2 dənə hesablama aparacağıq, 2 dənə belə deyək, həcm hesablanacaq. Şəkillərin həcmi. Demək, 64 2 üstü 6-dır, 128 də 2 üstü 7-dir. 512 rəng çaları dediyi üçün 512 2 üstü 9-dur. Deməli, bir rəngin həcmi 9 bit olacaq, onu orada qeyd edirik. Və hesablamamız yalnız bir səhifə olduğu üçün ümumi səhifə sayına vurub, ümumi nə qədər olacaq, onu da əldə edirik. Artıq qrafik təsvirimizin həcmi mövcuddur. Cavabların çoxu kilobaytlandır və düşünürəm ki, nəticənin sonunda kilobayta çevirmək istəyəcəklər. Ona görə elə mən bəri başdan çevirəcəm onu. Deməli, bitdən kilobayta keçid eləmək üçün 2 üstü 13-ə bölməliyik. Elə buradakı 2 üstü 6 ilə 7-ni ixtisar edəcəyik. Geriyə qalacaq 36 kilobayt. Sonra cüt səhifələrində isə 256 simvollu əlifba ilə yazılmış. Deməli, 256 simvollu əlifba dediyi üçün, deməli, burada bu əlifbada bir simvol 8 bitdir, ya da 1 baytdır. 1024 simvollu mətndir. 1024 simvollu mətn dediyi üçün, deməli, daha orada sətir sayı, səhifə sayı var əlimizdə. Sətir sayına falan, simvol sayına ehtiyac yoxdur. Ümumi simvol sayı verilib də bizə. 1024 simvolu dediyi üçün 210 dənə simvol var. Hərəsi də 8 bitdən, yəni 1 baytdan. Səhifə sayımız da 4-dür. 4 səhifə. Bunu da yenə kilobayta çevirərik. 2 üstü 10 gedər ixtisara. Baytdan kilobayta keçəndə 4 kilobayt da bu olar. Yazıb ki, rəng çalarlarının sayını 2 dəfə azaldıb, mətni ASCII ilə kodlaşdırsaq, sənədin informasiya tutumu necə dəyişər? Hal-hazırda informasiya tutumumuz 40 kilobaytdır. Bu birinci mərhələ. İkinci mərhələdə rəng çalarlarının sayını 2 dəfə azaldırsan. Yəni 512-ni 2-yə bölürsən, deməli bu dəfə rəng çalarlarımız olacaq 256 rəng çaları. Yəni 2 üstü 8 də belə deyək. Əlifbamız da deməli Unicode var idimi bayaq? Yox, hə, ASCII-də deyil, kodlaşdırırıq. Təsadüfən ASCII kod sistemində bir simvol elə 8 bitdir. 256 simvollu əlifbada da bir simvol 8 bitdir. ASCII-də də eyni şeydir. Yəni bu ikincinin həcmində dəyişiklik baş verməyəcək, bu öz yerində. Amma birinci V-də fərq olacaq. Fərq necə olacaq? Deməli 2 üstü 6 ilə 2 üstü 7 yenə öz yerindədir. Çünki bunlar piksel sayıdır. Bu dəfə mən 9 bitə yox, 8 bitə vururam. Yəni sizə lap 1 bayta vuraram. 1 bay eyni şeydir də. Bir də səhifə sayı da sabitdir. 4 dənə səhifədir. 2 üstü 2. Bu dəfə aldığımız nəticəni baytla ifadə olunduğu üçün 2 üstü 10-a bölərik kilobayta çevirmək üçün. 2 üstü 10-a bölərəm. 2 üstü 7 ilə 2 üstü 2. Buradan da 2 üstü 6 idi. Bir dənə ikisi getdi. Qaldı 2 üstü 5. Yəni burada da qaldı 32 kilobayt. 32 kilobayt. İkinci dəfə 32 o da 4. 36 kilobayt ümumi həcmimiz oldu. Halbuki bayaq 40 kilobayt idi. Bayaq 40 kilobayt idi, indi 36 kilobaytdır. Nə baş verdi? 4 kilobayt azalma baş verdi ümumi həcmdə. Yəni dediyim kimi, ASCII kod sistemində də bir simvol 1 baytdır. 256 simvollu əlifbada da bir simvol 1 baytdır. Ona görə ikinci mərhələdə dəyişiklik eləmədik, elə olduğu kimi qaldı. 35 nömrəli sualdan davam edəcəyik. 35-ci sual biraz şifahi sualdır. Windows əməliyyat sistemində verilmiş kontekst menyuda paste əmri aktiv, paste shortcut yoxdursa, sonuncu əməliyyat cut olmuşdur. Çünki kəsilmişi yapışdırmaq olar, özü də bir dəfə, kopyalanmışı isə həm yapışdırmaq olar, həm qısa yolunu yapışdırmaq olar. 36-cı sual.
Ümumi 120 megabayt məlumat ötürülmüşdür. Aha, bu sualımızı kəsəyim. Maraqlı sual tiplərindəndir və düşünürəm ki, qəbula düşmə ehtimalı da var bu sual tipinin. Diqqətinizdə olsun. Deməli, bizim belə bir düsturumuz var. Q bərabərdir VT. Bu əslində fizikadakı S bərabərdir VT düsturuna oxşuyur. Elə oradan çıxıb. Sadəcə orada S gedilən yoldur. Burada bizdə Q ümumi həcmdir. Ümumi həcm sürətlə zamanın hasilinə bərabərdir. Nəzərə alsaq vaxtın 1/3 hissəsi, yəni 1/3 T zaman vaxtında, 1/3 T-də ya da T bölü 3 də deyə bilərsən, fərqi yoxdur. Belə T bölü 3 deyək. T bölü 3 zamanında ötürmə sürəti 3 vurulsun 2/21 bit olmuşdur. Geriyə qalan, geriyə nə qədər qalır? 3/1-in geriyəsi nə qədər qalar ki? 3/2 qalar da. Deməli, qalan 3/2 T zamanında isə, 3/2 T zamanında isə ötürmə sürəti 9 vurulsun 2/20 bit olur. 9 vurulsun 2/20 bit olmuşdur. Təbii ki, biti də yanına qeyd edirik. Ümumi həcmimiz isə artıq V ilə T-ni vurmuşuq. Həcmi də özü verib mənə. 120 megabaytdır. Sual verir ki, T nə qədərdir? T nə qədərdir? Birinci növbədə ixtisarlarımızı aparırıq. Qalır 2/21 T plus bu 9 ilə də 3 ixtisar gedir. Burada 3. Demək 3 burada qalır. 3 vurulsun. 3'ü biraz yuxarıdan yazmaq lazım idi. 3 vurulsun. 2 üstü yenə 21 T. Niyə 21 T? Çünki burada bir dənə 2 var. Burada da 2/20 var. O ola bir-birinə dəyəndə 2/21 olur. Nəticədə nə olacaq? Bərabərdir 120 megabayta. Keçək aşağıya. 3 o da 1. 4 vurulsun. Yəni 2/2 vurulsun. 2/21 T bərabərdir 120 megabayt. İndi davam edək. 2/21, 2/2 vuranda 2/23 edir. 2/23 T bərabərdir 120-yə. İndi diqqətli olursunuz, çünki burada bayaq biz demişdik bit bölünsün saniyədir. Demək, bu bərabərliyin sol tərəfi bitləndir. Bitlə olduğu üçün sol tərəfi 2/23-ə böləcəm. Belə deyək də. Arxaya düşək. Yer qalmadı bölmək üçün. Bunu aldığım nəticəni böləcəm bir dəfədən. 2/23 T idi də bizdə. Böləcəm yenə də 2/23-ə. Ki, sol tərəfdə sağ kimi megabayt olsun. Çünki bitdən megabayt keçmək üçün 2/23-ə bölməlisən axı. Nəticə etibarilə qalacaq T bərabərdir 120 saniyə. İndi cavabda bizdə 120 saniyə olmadığı üçün, yəni 120 var, amma sualda bizdən dəqiqə ilə istədiyi üçün 120 saniyə deməli 60 dəqiqə böləndə 2 dəqiqə edir. 60 saniyə böləndə 2 dəqiqə edir. 37-ci sualımızdan davam edək. Bu mübadilə buferi niyə buradasın? Hə, bunu buradan bağlayaq. Eyni zamanda aktiv olanda fikir yayınlıqlığı yaradır. Eyni zamanda konflikti də yorur. Yaxşı. 37-ci sual musiqi səs faylları hansılardır? AV videodur, yeri gəlmişkən. VMA doğrudur. VMV yenə videodur. MPG videodur. WAV səsdir, MP3 səsdir. Ümumiyyətlə W ilə başlayıcı seçində A varsa o səsdir. W ilə başlayıcı seçində V varsa A yoxdursa, deməli o videodur. 2, 5, 6 cavabımızdır C variantı. 38-ci sual. Faylın adının düzgün yazılışını müəyyən edin. Faylın adında qadağan olunmuş simvollardan sual işarəsi ulduz olduğu üçün A ilə Y gedir. LPT 0-dan 9-a kimi, COM 0-dan 9-a kimi olmaz deyə D variantı ilə C-də gedir. Qaldı B variantı. Bir də burada belə bir yuxarıya işarə var, o sizi çaşdırmasın. Böyüdür, kiçikdir işarəsi bəli qadağan olunub, amma yuxarıya olan qüvvət işarəsi qadağa deyil. Ona görə də problem yoxdur. B variantı. 39-cu sual. Utilitlərin yerinə yetirdikləri funksiyalara aiddir. Utilitlər servis proqramlar. Diskin keyfiyyətini yoxlaya bilər. Arxiv yaradıb onu daima güncəlləyə bilər. Eyni zamanda informasiyanı mühafizə edə bilər, nasazlıq hallarını bərpa edə bilər. Cavabımız D variantıdır. Qalan variantlar, məsələn, 1-ci, 4-cü və 5-ci, bunlar
instrumental proqramlara aiddir. Birinci translatorları ifadə edir. Dördüncü proqramlaşmanın inteqrallaşmış mühiti. Beşinci isə proqram komplekslərini ehtiva edir. 40-cı sualımızla davam edirik. Bu sonuncu qapalı tipli sualdır. Smart Art əlavə etdikdə hansı kontekstual tablar açılır? Smart Artlar MS Word-də insert lent tabından əlavə edilə bilər və Smart Art əlavə olunarkən bir Smart Art Design açılır və eyni zamanda onunla birlikdə format açılır. D variantıdır. Ümumilikdə yadınızı saxlayın ki, nə olanda nə açılır son dövrlərdə qəbulda düşən suallardandır və tendensiya onu göstərir. Məsələn, nə olanda nə açılır? Tutaq ki, shape-də shape format, icon-da graphics format, picture-də picture format, chart-da chart designla format, eləcə də smart art-da da smart art designla format gördüyünüz kimi açılır. Davam edirik. Açıq tipli test tapşırıq. 41 nömrəli sualımızın məğzi nədən ibarətdir? Əgər deyirsə ki, hansı fayl, burada fayllar olmalıdır əslində, bir fayl yox, bir neçə fayl olacaq. Hansı fayllar diskə əlavə yer tutmaz? Nə anlama gəlir? Əgər faylın həcmi klasterin həcmindən artıq deyilsə, məsələn, tam bölünürsə, o zaman belə çıxır ki, əlavə yer tutmaz. Məsələn, 11 kilobaytı götürək. 11 kilobaytı əgər biz 4-4 bölək, onda 2 klaster tamda olacaq, 4-4 olacaq. Üçüncü klasterdə içərisində 3 kilobayt olacaq, amma 1 kilobaytlıq əlavə yer tutacaq. Yəni 1 kilobaytlıq boşluq olacaq. Amma biz o boşluğu sonradan istifadə edə bilmirik axı, çünki klasterin həcmi yalnız bir fayl üçün nəzərdə tutulur və o 1 kilobayt elə bir növ itkiyə gedir. Ona görə də 1 tutar. 20 megabayt yazıb, diqqətli olun, kilobayt deyil. Deməli, əgər 20 kilobayt olsaydı, biz deyərdik ki, 24-ə bölünür, əlavə yer tutmaz. Əslində, belə də görsək, yəni eyni şeydir, amma düzgün yanaşmaq lazımdır məsələyə. Əvvəlcə 20 megabaytı biz keçirdəcəyik kilobayta, ondan sonra baxacaq görək 4-ə tam bölünür, yoxsa yox. 20-ni megadan kiloya keçirmək üçün 2 üstü 10-a vurmalıyıq. Yəni 1024-ə vurmalıyıq. 1024 düz yazmadım. 1024-ə vurmalıyıq. 1024-ə. 1024-ə 20-ni vuranda 2080 edir. 2080. Bu ədəddə 2000 dedim üzrsən, 24000. 24080 edir. Həmin 24080 ədədi də 4-ə tam bölünən ədəddir və səhv eləmirəmsə 4-ə böləndə 6020 eləyir. Deməli əlavə yer tutmaq söhbəti yoxdur. 2 doğrudur. 24 kilobayt. 24 kilobayt 4-ə tam bölünən ədəd olduğu üçün bu da əlavə yer tutmaz. Sıxıntı yoxdur. 30 megabayt. Əslində 30 özlüyündə 4-ə bölünmür. 7,5 eləyir. İşin elə bir kulminasiya nöqtəsi buradadır. Əgər biz amma 30-u 2 üstü 10-a vursaq ayrılıqda, yəni 30-u 1024-ə vursaq, bu bizə verər 30720. 30720. Amma 30720 ədədini 4-ə böləndə o tamdır. Yəni 7680 ədədir əgər 4-ə bölənirsə, 7680 ədər və beləliklə əlavə yer tutmaz. Amma biz bunu kilobayt kimi görsək, onda biz deyərik ki, yox, əlavə yer tutar. Çünki 30 bölünmür axı 7,5 eləyir. 60 kilobaytlandır. 60 normal 4-ə bölünən ədəddir. Əlavə yer tutmaz. Və 50 kilobayt. 50 kilobayt amma 50 özlüyündə 4-ə bölünən ədəd deyil, 12 kilobayt yarım eləyir. Ona görə belə çıxır ki, 50 kilobayt əgər çevirəriksə, o diskdə əlavə yer tutar. Tutar. Tutmayanlar hansılar oldu? 2-ci, 3-cü, 4-cü və 5-ci. Hamısını kilobayta çevirib 4-ə bölürük. Əgər bölünürsə düzdür, bölünmürsə deməli yanlışdır. Bu sualın məntiqi bundan ibarət idi. 42-ci sualımıza baxırıq. 42-ci sualda alqoritmdir. İndi sualımızı kəsək və baxaq görək bu sualda nəticə nə olacaq? S-in bizdən son qiymətini soruşur. Birinci növbədə S-in ilkin qiyməti 0, X-inki 1-dir, I də 3-dür. Yeni S bərabərdir, burada qeyd edirəm. Yeni S bərabərdir əlimizdə olan S, yəni 0 plus X-in əlimizdə olan qiyməti. X də hər dəfəsində I qədər artır. Yəni X əvvəl 1 idisə, indi 3 vahid artdı, oldu 4. X
ondan böyüdürmü? 4 ondan böyüdü? Yox. Qalxdıq yuxarı. Yeni S bərabərdir. Sonuncu S, yəni 1 tapmışdıq onu. 1 plus x-in son qiyməti, yəni 4. S-imiz oldu 5. X də i qədər artır. İ'miz neçədir? 3-dür. X bayaq 4 idisə, 3 vahid artdı, oldu 7. S-imiz də son dəfə 5 olurdu. İndi burada bizdən soruşur, x ondan böyüdümü? Baxıram ki, yox, 5 ondan böyük deyil. Yenə qalxırıq yuxarı. Yox, üzr istəyirəm. X-i müqayisə eləyir. 7. 7 ondan böyüdümü? Yox, ondan böyük deyil. Qalxırıq yuxarı. Yeni S tapırıq. Yeni S bərabərdir. Sonuncu X və sonuncu S. 7 plus 5. Yəni S oldu bizdə 12. X yenə i qədər artır. Yəni 7 plus 3 10 eləyir. X-in son qiyməti 10, S-inki isə 12-dir. Yenə bizdən soruşur, deyir, X ondan böyüdürmü? 10 ondan böyüdür. Yenə yox. Qalxdıq yuxarı. S sonda nə alacaq? S-in son qiyməti olan 12, X-in son qiyməti olan 10. S oldu 22. X bu dəfə yenə i qədər artdı, oldu 13. Bu dəfə, bəli, həqiqətən də X, yəni 13 ondan böyüdür və S-in son qiyməti olan 22 çap olunacaq. Cavabımız olacaq elə sonuncu 22. 43-cü sualımıza baxırıq. İş masasının fon şəkli kimi hansı variantları tətbiq etmək olar? İş masasının fon şəkli kimi center şəkli ekranın mərkəzinə yerləşdirmək olar. Streç dartmaq olar. Tile ekrana lövhəciklər formasında yerləşdirmək olar. Cavabımız 1, 4, 7-dir. Əyani şəkildə də istəyirəm sizə göstərim. Yadınızda olsun ki, necə olacaq. Deməli, birinci növbədə biz burada iş masasının kontekst menüsünə daxil olacağıq. Oradan personalize əmrinə. Oradan background'un içərisində bizə icazə verilir. Hansı bölmədə? Təbii ki, bax bu browse foldersdan şəkili seçirik. Buradan isə bölmələrdən göstərir ki, şəkil ekrana hansı versiyalarda yerləşdirilə bilər. Növbəti 44-cü sualımıza baxırıq. Y dəyişənin son qiyməti 17 olub. Bəs algoritmin yer dəyişməsinə qədər X-in qiyməti nə olmuşdur? Yəni, bizdən ən sonuncu 17-nin Y-in 17 olduğu bildirilir bizə. Ən yuxarıdakı X-in nə olduğu isə soruşulur. Çox sadə üsuldur. Ən sonuncu X plus Y-imiz bərabərdir 17-yə. Deməli, belə çıxır ki, X-imiz də bərabər olacaq 17 minus Y-ə. Nə üçün X-i əvəzlədim? Çünki aşağıdan yuxarı qalxıram və məndən X-i tələb edəcəklər. X-in yerinə yazıram 17 minus Y. 17 minus Y bərabərdir Y minus 7. Beləliklə 2Y bərabər olacaq 24-ə, Y bərabər olacaq 12-yə. Bu Y-imiz 12-dirsə, şübhəsiz ki, X-imizin də qiyməti əvvəldən 8 imiş. Və nəhayət sonuncu sualımız uyğunluğu müəyyən edin. Algoritmin xassələri, təsvir üsulları və algoritmin növləri, dövri algoritmin növləri. Birinci növbədə nə edirik? Baxırıq görək, birə nə uyğun gəlir. Algoritmin xassələri bir çoxdur təbii ki. Onlardan uyğun gələn biri A variantıdır. Diskretlik, yəni ondan əlavə müəyyənlik də var, sonluluq var, kütləvilik var. Birə uyğun gəlir A. 2-yə uyğun gələcək təsvir üsulları pseudokod və qrafik, yəni blok sxemlə C ilə D. Dövri algoritmində ön şərtli və son şərtli növləri var. B ilə də Y buna uyğun gələcək. Bundan da bizim sınağımızın izahı yekunlaşır. Növbəti sınağımız artıq ümumi sınaq olacaq.